Sual verirlər ki, sukunlu ayn hərfini oxuyanda, boğaz biraz sıxılanda necə sıxılmalıdır? Və Fatihə surəsində ayn hərfini yanlış tələffüz edəndə namaz batildir. Hər bir müsəlman bacardığı qədər Quran-ı Kərimi düzgün oxumalıdır. Yəni, ən azından qaydaları, qanunları bilməlidir. Və əlhəmdülillah, bunun üçün bütün şərait var, video dərslər var, kitablar var, qruplar var və heç kimdən, heç nə, yəni bunun da müqabilində heç nə istənilmir. Yalnız məqsəd Allah Subhanahu taala'nın kitabını insanlara yaymaqdır. Ayn hərfi ifrat və təfrid olmadan çıxır. Yəni ifrat o demək ki, həddən artıq çıxmaq. Məsələn, tutaq ki, İyyəkə nə, yəni hətta məsələn imamlar belə bəzən mikrofonda o ayının ifrat olmasını onlardan eşidirsən. Daha çox onlardan eşitmək olur. Daha çox məxrəci bildirmək istəyir, amma ifrat edir. Və ya bəziləri isə ümumən ayını Azərbaycan dilində olan A səsi kimi deyir və deyir nəbudu, İyyəkə nəbudu. Orta şəkildə tələffüz olmalıdır. Nəbudu. Yəni nə ifrat, nə də təfrid.